Əldə edilən son proqnozlara əsasən aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Səhər və gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecəyə yaxın bəzi ərazilərdə fasilələrlə yağıntı düşəcəyi ehtimal edilir. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, günün sonlarına doğru yarımadanın ayrı-ayrı hissələrində yağıntıların güclənməsi, eləcə də şimşək çaxması mümkündür. Gün ərzində əsəcək mülayim şimal-qərb küləyi isə axşam saatlarında arabir güclənə bilər. Sinoptiklərin açıqlamasına əsasən paytaxt və ətraf ərazilərdə gecə saatlarında hava temperaturu 7-10 isti, gündüz isə 12-16 isti aralığında dəyişəcək. Atmosfer təzyiqinin 767 mm civə sütunu təşkil edəcəyi, nisbi rütubətin isə gecə saatlarında 70-80 gündüz isə 55-65 arasında olacağı gözlənilir. Respublikanın digər bölgələrində də sabahki hava şəraiti sabit olmayacaq. Ölkənin müxtəlif ərazilərində fasilələrlə yağıntıların müşahidə olunacağı, bəzi yerlərdə leysan xarakterli yağışın yağacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Dağlıq və dağətəyi ərazilərdə isə qar yağması ehtimalı istisna edilmir. Gecə və səhər saatlarında dumanlı hava şəraiti müşahidə olunacaq. Eyni zamanda qərb istiqamətli küləyin bəzi bölgələrdə vaxtaşırı olaraq güclənəcəyi qeyd olunub. Meteoroloqlar vətəndaşlara hava şəraitindəki dəyişiklikləri nəzərə alaraq planlarını buna uyğun qurmağı və xüsusilə dağlıq ərazilərə səfərlər zamanı ehtiyatlı davranmağı tövsiyə edirlər.